Sən neçə gündür yemək yemirsən? 4 gün. 4 gündə ağzını... Siz gedəndən yatmıram, yemək yemirəm. Yəni bir tikə ağız vaxtlamısan. Yox, heç nə, ancaq küçələrdə olur. O qız gilə, bu dost gilə. Narkotik də alınan. Ancaq narkotikdən başqa bazarlığa gələn deyiləm ki. Siz getdiniz, dalınca mən çıxdım. O gün bugün evə gəlmirəm. Həm də burada o qədər istəyirik, sevgi, qayğı görəsən ki, sən avtomatik sənin sağlamlıqdan başqa bir variantın olmayacaq da. Mənə necə qayğı göstərilib, yəni sənə onun 10 qatını biz tərəfdən görəcəksən. Çünki biz təzə gələndə bizə o qayğını göstəriblər. Mənə maraqlı olan nədir? Bax, bir bax, bunlar hamısı narkoman oldu. Bax, göstər bu qardaş, elə Əkbərin özü, bax bu qaqam, onlar. Bunların bir dənə duruşlarına baxın. Yəni belə şax dururlar da. Amma bunun duruşuna bax. Narkoman duruşu deyirlər də buna, ha? Bax belə əyilirlər. Acınacaqlı bir durumdur, iyrənc durumdur. Yəni narkotik insanı görürsüz, narkotik gənclərə deyirəm. Bax bir var belə durasan, belə durub gəzəsən bütün günü. Bax qardaş kimi. İnşallah düzələcək. Bir də var ki, bax maşallah, bax sağalıqlar, qaqama bax. Elə bir axranadır. Vallahi bunların özü, Turalın özü, hamısı qardaşların stoykaları bax belə şax dururlar. Ona görə 16, 17, 18 yaşlı uşaqlar görsünlər ki, narkotik adamı elə ilk görünüşdən adamı nə günə salır. Bir dənə qutqabı soyun. Bel əyrilib, soyun.